Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün biz sizinlə idrak taksonomiyasının suallarının izahına baxacağıq. İlk sualımız bu cürdür. Doğru fikri müəyyənləşdirin. İdraki taksonomiya təlim prosesinin yalnız elmi səviyyədə planlaşdırılmasına xidmət edir. Səhvdir, müxtəlif səviyyələrdə planlaşdırılmasına xidmət edir. İdraki taksonomiya bir-birindən asılı olmayan, bir-biri ilə əlaqəli olmayan mərhələlərdən ibarətdir. Bu da səhvdir. İdrak taksonomiyasının bütün sahələrini eyni anda, eyni səviyyədə inkişaf etdirmək mümkündür. Xeyr, yəni eyni anda, eyni səviyyədə inkişaf etdirmək mümkün deyil. İdrak taksonomiyası idraki fəaliyyətin müxtəlif səviyyələri üzrə təfəkkürün müxtəlif növlərinin inkişafına imkan yaradır. Bəli, düzgün cavabımız budur. Digər variantlarımızı da silək. Y variantı idrak taksonomiyasının yaratmaq mərhələsini formalaşdırmaq üçün şagirdin yuxarı siniflərə çatmasını gözləmək şərtdir. Xeyr, aşağı siniflərdən də biz deməli yuxarı mərhələləri, yuxarı səviyyəli mərhələləri onlarda inkişaf elətdirə bilərik. Affektiv sahə ilə bağlı hansı fikir yanlışdır? Qeyd edim ki, var kognitiv sahə, var affektiv sahə. Əgər dərsi şagird yaxşı başa düşürsə, bu kognitiv sahədir. Lakin dərsə maraq göstərirsə, dərsdə aktivdirsə və müəllimi sevirsə, bu artıq olur affektiv sahə. A variantında yazıb ki, affektiv sahənin inkişafı idraki sahə ilə bağlı deyil. Bu sahə şagirdlərdə ayrıca formalaşdırılmalıdır. Bizim yanlışımız elə budur. Çünki affektiv sahə idraki sahə ilə bağlıdır. Və şagirdlərdə ayrıca formalaşdırılmalıdır. Bu da səhvdir. Yəni ayrıca formalaşdırılmasına ehtiyac yoxdur. Affektiv sahənin inkişafı şagirdlərdə metanaktiv bilikləri formalaşdırır. Deyə bilərsiniz, bu nə deməkdir? Metanaktiv bacarıq dedikdə daha effektiv öyrənmə, səhvlərini daha tez başa düşmə və məqsəd yönlü olma. Bunlar metanaktiv biliklər hesab olunur və bu düzgündür. Affektiv sahəni inkişaf etdirmək üçün şagirdlərə emosional vəziyyətlərini idarə etməyə və ifadə etməyə şərait yaradır. Bəli, düzdür. Şagirdlərdə problem həll etmə bacarığının tənqidi təfəkkürünün formalaşdırılması onu affektiv sahənin xarakterizə etmə mərhələsinə çatdıra bilər. Bəli, düzdür. Bir insanın ətrafdakılara münasibəti haqda proqnoz vermək həmin şəxsin xarakterizə etmək mərhələsində olduğunu deməyə əsas verir. Bəli, düzdür. Üçüncü sualı oxumamışdan qabaq mən istərdim variantların izahını sizə verim. Birinci gəlir təbiiləşmə. Məsələn, bir bacarığın təkrarlana avtomatik hala gəlməsi təbiiləşmə adlanır. B variantında manipulyasiya. Məsəl üçün, əşyaları və ideyaları fəal şəkildə istifadə etmək və dəyişmək artıq bu bacarıq hesab olunur. Məsəl üçün, deyək ki, uşaq oyuncaqları müxtəlif formada düzür, formaları dəyişir. Bu manipulyasiya adlanır. Sonra gəlir artikulyasiya. Səslərin düzgün tələffüzü üçün ağız, dil, dodaq və boğaz əzələlərinin hərəkətləri artikulyasiya hesab olunur. Və daha çox nitq inkişafında biz bunu istifadə edirik. Məsəl üçün, deyək ki, uşaq R hərfini deyə bilmir və biz bunu necə düzəldə bilərik? Artikulyasiya edərək biz onun R hərfi deməyinə kömək edə bilərik. D variantı. İmitasiya. İmitasiya başqasını təqlid etmək deməkdir. Məsəl üçün, deyək ki, uşaq sizdə bir hərəkəti görür və onu neynir? İzləyərək, gözü ilə müşahidə eləyərək öyrənir və onu təqlid edir. Dəqiqlik. Bir bacarığın dəqiq, səhvsiz və düzgün yerinə yetirilməsi dəqiqlik adlanır. Məsəl üçün, deyək ki, rəsm dərsidir və bir xətt səliqə ilə düzgün şəkildə çəkilirsə, bu artıq dəqiqlik hesab olunur. Müəllim oyun xəmirindən heyvan fiqurları düzəldən zaman çətinlik çəkən şagirdlərə yaxınlaşıb, fiqurun bir hissəsini özü düzəldərək, baxın, özü düzəldərək, hərəkətlərin ardıcıllığını şagirdlərə nümayiş etdirir. Baxın, nümayiş etdirir. Bundan sonra şagirdlər fiqurları düzəltməyə çalışırlar. Bu zaman şagirdlərdə psixomotor sahənin hansı mərhələsi inkişaf etmişdir? Bayaq mən sizə nə qeyd elədim? Görürsünüz, uşaq müəllimdən hərəkəti görür, daha sonra onu təqlid edir. Və bu nə adlanır? İmitasiya adlanır. Yanlış fikri müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərini müəyyənləşdirməyə xidmət edir. Bəli, düzdür. İdrak taksonomiyası üzrə
şagirdin təfəkkürünü inkişaf etdirmək üçün sadədən mürəkkəbə, asandan çətinə doğru idraki fəaliyyəti formalaşdırmaq lazımdır. Bu da düzdür. İdrak sahəsinin mərhələlərini müxtəlif səviyyədə inkişaf etdirmək mümkündür, düzdür. İdrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır. Bu da düzdür. Aşağı sinif şagirdlərinə idraki sahənin yaratmaq mərhələsinə uyğun tapşırıqlar vermək səmərəsizdir. Bu səhvdir. Yəni aşağı siniflərə də biz yaratmaq mərhələsinə aid tapşırıqlar verərək həmin şagirdlərin yaradıcılıq qabiliyyətini deməli inkişaf etdirməyimiz səmərəlidir. Yəni bizim yanlışımız E variantı. Xarakterizə etmə nə deməkdir? Məsəl üçün bir insan hər zaman vicdanlı davranırsa və yaxud da hər zaman empatiya göstərirsə, bu artıq onun xarakterinin bir hissəsi hesab olunur və buna görə də xarakterizə etmə adlanır. Daha sonra gəlir cavab vermə. Məsələn, şagird dərsdə fəal iştirak edirsə, sual verirsə, fikrini bölüşürsə, emosional reaksiya göstərirsə, maraqlanırsa, bu artıq nə olur? Cavab vermə olur. Daha sonra gəlir təşkilat. Məsəl üçün, fərd müxtəlif dəyərləri bir sistem halında sıralayır, nizamlayır, öz dəyər sistemini formalaşdırır. Yəni, insan həm hörmət, həm dürüstlük, həm azadlıq kimi dəyərləri bir arada qoruyur və hansı şəraitdə insanın önə çıxacağını müəyyən edir. Bu artıq adlanır təşkilat. Daha sonra gəlir dəyərləndirmə. Dəyərləndirmə dedikdə, məsəl üçün, şagird deyir ki, mən ədalətə çox önəm verirəm, bu mənim üçün vacibdir. Yəni ki, insan müəyyən bir davranışı önəmli hiss edir və yaxud bununla da bağlı müsbət və ya mənfi münasibət bəsləyirsə, bu artıq adlanır dəyərləndirmə. Daha sonra gəlir qəbul etmə. Məsəl üçün, insan sadəcə diqqət göstərir, dinləyir, varlığını qəbul edir, amma hələ də reaksiya yoxdur ortada. Bu nə adlanır? Qəbul etmə adlanır. Məsəl üçün, şagird müəllimi dinləyir, amma münasibət bildirmir. Bu artıq olur qəbul etmə. İndi sualımızı oxuyaq. Burada qeyd edir ki, şagird xarici dildə cizgi filmə baxır, bunun dinləyib anlamasında əhəmiyyətli olduğunu anlayır. Şagird mətni oxuduqdan sonra ümumiləşdirmə aparmanın informasiyanın möhkəmləndirilməsində faydasını mühakimə edir. Ümumiyyətcə, əgər siz mühakimə etmə görsəniz, bu artıq dəyərləndirmə adlanır. Bayaq mən sizə nə demişdim dəyərləndirmədə? Demişdim ki, şagird hansısa bir fikirlə bağlı deyir ki, mən buna önəm verirəm, bu mənim üçün vacibdir və önəmli hiss etdiyi şey haqqında müsbət və yaxud da mənfi münasibət bəsləyir. Burada da nə edir? Münasibət bəsləyərək mühakimə edirsə, bu nə adlanır? Dəyərləndirmə. Yanlış fikir müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərinə uyğun qiymətləndirmə vasitəsi tərtib etməyə imkan yaradır. Bəli, düzdür. İdrak taksonomiyası şagirdlərin təfəkkürünü inkişaf etdirməyə şərait yaradır. Bu da düzdür. İdrak taksonomiyası təlim metodunu müəyyənləşdirməyə kömək edir. Düzdür. İdrak taksonomiyasına əsasən hazırlanmış suallar şagirdin idraki fəaliyyət səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Düzdür. İdrak taksonomiyasının əsas məqsədi, baxın, diqqət edin buna, əsas məqsədi şagirdə tənqidi təfəkkürü formalaşdırmaqdan ibarətdir. Bu yanlışdır. Niyə? Əgər bizə yazsaydı ki, idraki taksonomiyanın əsas məqsədi təfəkkürü formalaşdırmaqdır, o düzdür. Amma təkcə tənqidi təfəkkürü formalaşdırmaqdan ibarət deyil axı. Ona görə bu yanlış fikirdir. İlk öncə gəlin inteqrasiyanı izah edək. İnteqrasiyada var fən daxili, fənlər arası və fən üstü. Fən daxili dedikdə nəyi nəzərdə tutur? Məsəl üçün, bir fən seçirsiniz və o fəndə müxtəlif mövzular var ki, o mövzular sayəsində bacarıqlar bir-biri ilə əlaqələnməyə başlayır. Məsəl üçün, riyaziyyat dərsini götürürsünüz, riyaziyyat dərsində iki fərqli mövzu, tənliklər və qrafikləri eyni anda öyrənirsiniz və riyaziyyatın içində qalırsınız. Düzdürmü? Bir fənnin içində siz qalırsınız. Bu nə oldu? Fən daxili inteqrasiya oldu. 2, 3, bəlkə də 4 fərqli mövzunu əlaqələndiririk. Fənlər arası dedikdə nəyi nəzərdə tutur? Fənlər arasında,
Məsəl üçün, 2 və daha çox fən arasında əlaqə qurulur. Deyək ki, ədəbiyyatla tarix arasında əlaqə qurulur. Bu nə oldu? Fənlər arası inteqrasiya olmuş oldu. Daha sonra gəlir fən üstü. Fən üstündə real həyat problemləri üzərində qurulma olur. Məsəl üçün, deyək ki, siz uşaqlara bir mövzu verirsiniz ki, təbiətin qorunması. Uşaqlar nə edir? Gedir təbiətin qorunması haqqında biologiyadır, coğrafiyadır, ədəbiyyatdır və bir çox fənlərdən məlumatları toplayır, istifadə edir və bir layihə hazırlayır. Bu zaman nə etmiş olur? Fən üstü inteqrasiyanı həyata keçirmiş oluruq. Burada biliyin növlərindən prosedural və konseptual var. Bunların bir-birindən fərqi nədən ibarətdir? Prosedural birlikdə siz necə edəcəyinizi addım-addım öyrənirsiniz, qaydanı bilirsiniz, bacarığı yerinə yetirirsiniz, lakin dərin bir məna axtarmırsınız. Məsəl üçün, sizə sual verirlər ki, pomidor yumurtanı necə bişirə bilərəm? Siz də baxın, bu ardıcıllıqla deyirsiniz. Deyirsiniz ki, tavaya yağ döy, pomidorları doğra, qızart, üzərinə yumurta qır, qarışdır və bişir. Konseptual bilikdə isə artıq nədir və niyə sualı verilir? Məsəl üçün, sizə artıq bu cür sual verirlər ki, niyə əvvəlcə pomidoru qızardırıq, sonra yumurtanı əlavə edirik? Baxın, burada artıq biz neynəmiş olduq? Dərin bir məna axtarırıq, dərinliyinə gedirik. Daha sonra sizə deyə bilərək ki, məsəl üçün, niyə yağ istifadə edirik ki, yağsız pişmək olmur? Baxın, yenə dərinliyə gedirik. Baxın, bu artıq konseptual hesab olunur. Yəni, nə etdiyini və niyə belə etdiyini anlamaq istəyirsən. Qısacası, proseduralda nə etmiş olduq? Addım-addım necə bişirəcəyimizi bildik. Konseptualda nə etmiş oluruq? Niyə bu qaydaları izlədiyimizi və necə təsir etdiyini anlamış oluruq. İndi isə gəlin baxaq idraki sahəyə. Bunlar tətbiq etmə, anlama, dəyərləndirmə, təhlil etmə. Anlamaqda nə idi? Anlamaqda artıq şagird ümumiləşdirir və nəticə çıxardır. Məsəl üçün, müəllim şagirdə deyir ki, öyrəndiklərindən nəticə çıxardaraq mənə öz sözlərinlə, baxın, öz sözlərinlə, bu açardır, izah et. Bunu desə, anlamaq hesabı olunur. Təhlil eləmə nədir? Təhlil eləmə mərhələsində artıq müəllifin mövqeyi götürülür. Məsəl üçün, deyilir ki, Nizami Gəncəvinin Leyli Məcnun əsərində Nizami Gəncəvinin öz Leylisinə münasibəti necə idi? Baxın, təhlil etmiş olduq. Yəni, müəllifin mövqeyini sizdən istəyir. Dəyərləndirmədə isə artıq sizin öz mövqeyiniz istəyir və sualı belə qurur ki, məsələn, Nizami Gəncəvinin Leyli Məcnun əsərinə sənin öz mövqeyin necədir? Yəni, mən burada nə istəyirəm? Şagirdin mövqeyini istəyirəm. Bu zamanda dəyərləndirməni yerinə yetirmiş olur. İndi isə sualımıza baxaq. Müəllim şagirdlərə İstanbul mühafizəçiləri cizgi filminə baxmağı, obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirmələrini istəyir. Daha sonra onlara, baxın, bu suala diqqət edin. Sizcə paytaxtımızın bu cür mühafizətçilərə ehtiyacı varmı? Mən neynədim bu sualı verərək? Dərinliyi istəmiş oldum. Sualın ünvanlayır və müzakirə təşkil edir. Deməli, dostlar, dərinlik istədiyinə görə bu konseptual hesab olunur. Ona görə A variantını biz çıxırıq, E variantında çıxırıq, qalır bizim 3 variantımız. Burada mən fən üstü görürəm, niyə? Mən sizə qeyd eləmişdim ki, fən üstündə daha çox real həyat probleminə əsaslanır. Və burada cizgi filminə baxdıqdan sonra real həyat biz burada görürük. Real həyatla əlaqələndirmə var ki, bizim öz paytaxtımızda bu cür mühafizəçiyə ehtiyac var. Ona görə də biz bunu fən üstü seçirik və B variantı da burada çıxır, qalır C variantı. Daha sonra sualda dəyərləndirmə hesab olunur. Çünki mən şagirdin mövqeyini istəyirəm. Sizcə sualını verərək şagirdin mövqeyini istəmiş oldum. Buna görə də dəyərləndirmə hesab olunur. Deməli, fən üstü, konseptual və dəyərləndirmə. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərin müxtəlif nitq etiketlərini işlənmə yeri ilə bağlı izah verir.
nitq etiketini burada qeyd edək. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalı fikirləşərək nitq etiketlərinin də düzgün istifadə olunduğu səhnəcik hazırlayıb videoya çəkməlidir. Şagirdlərdən biri evdə bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlayır. Verilmiş tapşırığa əsasən inteqrasiyamız, bilik növü və idraki sahəni tapaq. Deməli dostlar, əgər siz dialoq görsəz, səhnə görsəz, bunlar hamısı nədir? Bunlar tətbiq eləmə mərhələsinə aiddir. Ona görə mən tətbiq eləmə mərhələsi olmayan variantları çıxıram. Yerdə qalır mənim 2 variantım. İndi burada fən üstü var. Niyə? Çünki baxın, həkim xəstə dialoqu hazırlayır. Yəni, real həyata əsaslanır, düzdürmü? Ona görə bu fən üstü hesab olunur. C variantında çıxdıq və konseptuallıq var. Çünki mən burada bir ardıcılıq, bir prosedurallıq, bir addım-addım yerinə yetirmə görmürəm. Ona görə də bu konseptual hesab olunur. Cavabımız A variantı. Müəllim payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təpəqə əmələ gətirdiyini görmüsünüz deyir. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır deyə əlavə edir və bunun səbəbini izah etmələrini istəyir. Dostlar, səbəbini izah etmələrini şagird mənə nə deyəcək? Öz sözlərinin izah eləyəcək, düzdürmü? Öz sözləri ilə izah elədiyi üçün də bu anlamaq hesab olunur. Digər variantları çıxanda qalır bizim 2 variantımız. Və burada fən daxili mən görmürəm. Çünki burada demir ki, məsəl üçün, coğrafiyada 2 dənə mövzunu götürürük, əlaqələndiririk və s. Belə bir şey yoxdur. Bu bir situasiyadır, müəllim deyir və izah istəyir, düzdürmü? Burada daha çox fənlər arası inteqrasiya var. Deyə bilərsiniz, niyə? Çünki burada baxın, payızın sonunda meşədə, parkda ağacların tökülmüş yarpaqları, qurumuş budaqların yerdə qalın bir təpəqə, baxın, yerdə qalın bir təpəqə əmələ gətirdiyini görmüsünüz deyir. Biologiyadır, coğrafiyadır, şagird bunlara baxacaq və bir neçə fənlər bu fənlərdən baxdıqdan sonra yola çıxacaq və izah edəcək. Ona görə fənlər arası hesab olunur. Və burada baxaq, konseptuallıq var. Niyə? Prosedural bir ədəddir elə. Konseptuallıq var, çünki dərinliyinə gedir. Yəni, dərin bir məna axtarır. Ona görə konseptuallıq burada hesab olunur. Aşağıdakilərdən biri anlamaq mərhələsinin sualı ola bilməz. Verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsən? Ümumiləşdirməni bizdən istədiyi zaman bu anlamaq mərhələsinə aiddir. Bu iki hökmdarın oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Bu da anlamaq mərhələsidir. Ata-baba deyimini anladığın kimi izah et. Anlamaq mərhələsidir. Verilmiş fikirlərə görə gəldiyi nəticəni əsaslandır. Əsaslandır sözün biz deməli, təhlildə və dəyərləndirmədə görürük. Burada gördüyünüz kimi bizim öz mövqeyimizi istəmədiyinə görə biz bunu təhlil götürürük. Verilmiş fikirlərə görə gəldiyi nəticəni əsaslandır. Yəni, bu daha çox təhlil yönümlüdür. Sizdən öz mövqeyinizi istəmir. Ona görə də bu, deməli, təhlil mərhələsinə aid sualdır. Enerjinin çevrilməsini izah eləyin. Burada da izah etməm. Yəni, öz sözünüzdən izah eləyəcəksiniz deyə. Bu da anlamaq mərhələsinin sualı hesab olunur. Şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Beləliklə, havanın ağciyərlərə daxil olmasını və oradan xaric edilməsini nümayiş etdirirlər. Modeli hazırladıqdan sonra nümayiş etdirmə var deyə bu bir icra prosesi hesab olunur və icra da tətbiq eləmə mərhələsində olur. Daha sonra hava ağciyərlərə daxil olduqdan sonra xaric edilir. Yəni, burada bir prosedurallıq var, ardıcıllıq var. Və burada real həyatla deməli, uyğunlaşma var deyə biz bunu fən üstü götürürük. Şagirdlər müxtəlif hündürlüklərdəki ərazilərdə temperatur dəyişməsini və orada yaşayan insanların həyat fəaliyyətini araşdırırlar. Burada dərin bir araşdırma olmadığına görə bu anlamaq mərhələsinə aiddir. Yəni, ən yaxşı olanı, ən səmərəli olanı araşdırmırlar. Sadəcə, yəni bir araşdırma var. Dərin bir araşdırma yoxdur.
dərin bir araşdırma olsaydı, təhlil etməyə götürmək olardı. Qalır bizim iki variantımız. Anlamaq mərhələsi də daha çox konseptualla sıx əlaqədə olduğuna görə bizim düzgün cavabımız C variantıdır. Məktəbdə gigiyena ilə bağlı maarifləndirmə kampaniyası təşkil edilir. Deməli, bu kampaniya daha çox şagirdlərin bacarığını formalaşdırmaq üçün təşkil olunub və fən üstü hesab olunur. Yəni, real həyatdan bir bacarığın formalaşdırılması var burada. Şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür, yəni yeni bir obraz düşünür və şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayır. Buna baxanda bilinir ki, yaratmaq hesab olunur. Çünki yeni bir obraz yaradılması, posterlərin hazırlanması bu daha çox yaratmaq mərhələsi ilə bağlıdır. Ona görə də Y variantı düzgün cavab hesab olunur və yaratmaq da konseptualla daha çox bağlı olur. Şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə, təbii amillərin təsirini əsaslandırır. Əsaslandırma dəyərləndirməkdə olurdu və təhlil etməkdə olurdu. Burada şagird öz mövqeyini bildirmir. Ona görə biz bunu təhlil etmə götürürük. Əgər öz mövqeyini bildirsəydi, öz mövqeyi cəhətindən əsaslandırsaydı, dəyərləndirmə götürmək olardı. Həm də bu mövzu elə mövzudur ki, yəni standart bir mövzudur. Yəni buna bütün şagirdlər araşdıracaq və eyni cavabı verəcək, fərqli bir cavab verməyəcək. Həmçinin burada bir ardıcıllıq da yoxdur. Ardıcıllıq olmadığına görə də biz bunu konseptual götürməliyik. Təhlil etmək də konseptualla əlaqəli olur. Deməli, cavabımız fənlər arası konseptual və təhlil etmə. Sual-cavabda aktiv iştirak edən şagirddə affektiv sahənin hansı mərhələsi inkişaf edib? Deməli, sual-cavabda şagird aktiv iştirak edirsə, deməli, cavab vermə qabiliyyəti inkişaf edibdir. Ona görə də D variantı. Aşağıdakı tapşırıqları idraki sahənin mərhələləri ilə uyğunlaşdırın. Şeiri əzbər deyə bilərik. Şeiri əzbər deyə bilirəmsə, deməli, mənim xatırlamaq qabiliyyətim yaxşıdır. Ona görə A variantı. Şeiri nəsrə çevirə bilirlər. Şeirdəki sözləri, ümumi mənasını başa düşürlər. Deməli, başa düşə bilirsə, bu şagirdin anlamaq qabiliyyəti yaxşıdır. Baxın, başa düşmə. Şagird səyahət elədiyi şəhərlər arası məsafəni hesablayır. Bu da təbii ki, tətbiq etmə hesab olunur. Cavab A, C, B. Müəllim sinifdə müzakirə təşkil edir. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyə bacarmalıyıq və bu nəzakətsizlik hesab edilərmi? Bu müəllim şagirdin öz mövqeyini istəyir. Öz baxış bucağından baxmağını istəyir. 2 dənə şagird olsa, 2 şagirdə siz bu sualı versəz, onlar hərəsi fərqli fikirlər deyəcək. Ona görə bu dəyərləndirmə hesab olunur. Yəni, öz mövqeyindən baxacaq. Dəyərləndirmədə konseptualla sıx əlaqədə olduğuna görə cavabımız C variantıdır. Həmçinin sualda biz bir prosedurallıq, bir ardıcıllıq görmürük. Ona görə biz konseptual götürə bilərik. Hansı fikir doğrudur? Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir. Səhvdir. Taksonomiya ümumiyyətcə metod, məqsəd və meyarların düzgün aparılmasına xidmət edir. Bu üçünü yadda saxlayın. Bu üçü. Və burada biz B variantında elə məqsədi görürük. Ona görə də cavabımız B variantı. Məktəbin rəqs dərnəyinə qoşulan şagird müəllimin hərəkətlərini izləyərək rəqs elementlərini təkrar edir. Deməli, burada şagird müəlliminin hərəkətlərini müşahidə edir və onu təkrar edir. Bu da imitasiya hesab olunur.
Rəngli kağızların lazımsız parçalarından səmərəli istifadə edərək zərif naxışlar hazırlayan şagirddə psixomotor sahənin hansı mərhələsi inkişaf etmişdir? Cavabımız artikulyasiyadır və bunu necə yadda saxlaya bilərik? Lazımsız parçalarda mən səmərəli bir şey yaradıramsa, məndə incəsənət qabiliyyəti olmalıdır. Və artikulyasiya sözündəki art sözü var. Bu da ingiliscədə incəsənət mənasına gəlir. Yəni bunu haçar söz kimi biz yadda saxlaya bilərik. İzlədiyinizə görə təşəkkürlər. Hər hansı bir sualınız olarsa, rəy hissəsində soruşa bilərsiniz.